təbii ki, istənilən ölkənin qonşuluğunda müharibə qarşı durumu olsa, o ölkəyə bu və ya digər formada təsir edir. Adətən neqativ formada təsir edir. Yəni qaçqınlar gəlir, sərhəddə qeyri-sabitlik olur. Məsəl üçün, hətta hərbi əməliyyatlar zamanı bəzən səhvən qonşuda vurula bilir və yaxud da turist axını azalır. Düzdür, bizim turist kimi bir problemimiz yoxdur. Turist zaten gəlmir bizə. O başqa məsələ. Yəni belə problemlər yaşanır. Amma bununla bağlı Azərbaycanın mövqeyi uzun illərdir var. Yəni bu iqtidarın yürütdüyü siyasət belə beynəlxalq konfliktlərə ümumiyyətlə qoşulmamaqdır. Məsəl üçün deyək, Rusiya-Ukrayna məsələsində bizim mövqeyimiz nədir? Rusiya ilə də münasibətlərimiz yaxşıdır. Ukrayna ilə də. Hə, deyirik, Ukraynanın ərazi bütövlüyünü tanıyırıq, amma Rusiyaya qarşı heç bir sanksiyaya da qoşulmamışıq. Düzdür ya? Elə də İranla Amerika arasında münasibətlər. Baxın, İran bizim qonşu dövlətimizdir. Orada 40 milyon artıq soydaşımız var. Tarixi əlaqələrimiz, mədəni bağlılığımız var filan. Amma Trumpla da bu dəqiqə ən yaxşı münasibətləri olan ölkədir. Və yaxud da Türkiyə ilə dost qardaş ölkə, eyni zamanda İsraillə də alış-veriş eləyir. Yəni xarici siyasətdə Azərbaycan özünə düşmən yaratmama xətti tutub və o istiqamətdə də gedir. Və bunu Ceyhun Bayramovdan da qabaq İlham Əliyevin özü dəfələrlə qeyd edib ki, bizim ərazimizdən heç bir zaman İran və yaxud da digər qonşu ölkələrə hücum üçün istifadə edilə bilməz və bu belə də gözlənilirdi zaten. Ceyhun Bayramov ola bilsin aktuallıq olub deyə təzədən cavab verir. Çünki İranda ayrı-ayrı qüvvələr artıq Azərbaycana hücuma başlamışdılar ki, Azərbaycan və zaten İrana bəhanə, yəni Hı. söz lazımdır ki, hətta az qalıb 12 günlük müharibədə söz çıxartdılar ki, dronlar buradan uçub filan eləyib, peşməkan eləyib. Yəni bu dəqiqə adi internet şəbəkəsindən istifadə edib, adi insanlar da baxa bilər ki, təyyarə hardan hara getdi, necə gəlib. Yəni belə bir zamanda Azərbaycan təbii ki, özünün ən böyük qonşularından biri olan İranla arasını vurmaq istəməz. Nə İsrailə buradan imkan verər, nə Amerikaya, nə digərlərinə, nə də Rusiyaya. Məsələn, kimsə buradan Rusiyaya hücum eləmək istəsə, ona da imkan verməz. O baxımdan bizim belə deyək də İranla problemimiz olmamalıdır. Zaten onların Xarici İşlər Nazirinə deyib. İndi burada da başqa bir məsələ ortaya çıxır ki, niyə bu demək belə deyək də ötəli zərurəti yaranıb? Yəqin Əraqçı sual verib ki, qardaş, bəlkə bizdə xəbər var filan beşmiş. O da cavab verib ki, bizdə elə bir fikir yoxdur. Amma ümumən götürəndə mən İranın Amerika tərəfindən vurulacağına, yəni hücum olunacağına inanmıram. Hə, ola bilsin nöqtə zərbələri bir-iki yerə vurarlar, filan eləyərlər. Amma çünki iri miqyaslı və günlərlə davam edən bir müharibə gözləmirsiniz. Yox, təbii ki, niyə? Çünki baxın, bir Venezuelada nöqtə zərbəsi bir əməliyyat keçirdi də. Sonrakı plan nədir? Kimdir indi Venezuelanın rəhbəri? Həmin o adamın mavini, oğlu da orada, parlament də orada, rejim də orada. Yəni sən tam bu rejimi dağıtdın, vurdun Xamneyini öldürdün, lap yaxşı. İndi bir Xamney var idi. İndi hər əyalətdə, hər ostanda bir Xamney çıxacaq. Düzdür, hələ nəzərə alsaq ki, orada türklər var, bəluzlar var, ərəblər var, farslar var, region da böyükdür. İndi Aydın müəllim demiş, bir ucu gedir körfəzlərə, məsələn, Hörmüz boğazının axırı nə olacaq filan olur. Yəni İran belə asant deyil, elə getdim, vurdum. İranda dəyişikliyin yeganə mənbəyi daxildə xalqın özünün dəyişə bilməsidir. Kənardan İrana müdaxilə 47-ci ildə də olmuşdu. Rusiya SSR də girmişdi, İngiliz sonra çıxdılar. Amma nə oldu? Şah daxildən qacarları yıxdı, yenə daxildən. 79-da xalq qalxdı, Xamneyi gətirdi. İndi xalq qalxıb nəsə eləyə bilər, amma xalq da biraz ayıq-sayıq olmalı. Məsələn, Trump dedi, təyyarələrimiz yoldadır, ad yazın. Cəmaət getdi, oturdu bir icra başçılarının filanın adını yazdı ki, gələndə biz sizə göstərəcəyik. Sonra da məlum oldu ki, müxtəlif rəqəmlərə görə 3500-dən nə qədərə insan və hüquq mühafizə orqanları 500-600, bir 3000-də sadə vətəndaşlar qırıldı. Ya təbii ki, amma burada bir nüansda deyim, düzdür, mən inanmıram orada belə kütləvi axını olsun filan, yəni müharibə olsun, amma oradan bura gələcək axının xeyri də ola bilər əslində. Çünki birinci ölkəni kim tərk edir? Pullular tərk edir. Hara qaçırlar? Yan ölkələrə. Yəni pullarını, investisiyalarını götürüb gəlsələr nə ziyan? Hə, düzdür, burada bizdə bəhanə edib evlərin qiymətini qaldıracaqlar filan eləyəcək bir şey. Amma hər halda bir valyuta daxil olacaq, bir dövrü olacaq. O baxımdan da hərəkətlənmə ola bilər. Ən azı o region, yəni sərhəd rayonlarımız, Lənkəran, Cənub bölgəsi filan. Yəni nə ziyan var? Gəlsin İranlılar orada iş yeri açsınlar, pul gətirsin. O vaxt Türkiyə deyirik, Suriya. Amma bilirsiniz nə qədər Suriyalı iş adamları gəldi Türkiyədə iş yerləri açdılar. Bəli, bəli.